Evinizde eğer 2 tane apelsin varsa bu pirogu hazırlayın. Çok seveceksiniz. Bana lazım olan ingredientler 3 yumurta, 1 apelsini böyle xırdalamışam, 200 gram şeker, vanil, kabartma, ikisi bir yerdedir. 1 armudu süt, 1 armudu başından biraz az duru yağ, 2 stakan da belə 200 milli stakanlıq un. İlk növbədə qabıma apelsinləri, xırdaladığım apelsinləri tökürəm. Üzərinə şəkəri əlavə edirəm. Və bunu yaxşıca belə blenderla əzirəm. 3 yumurtanı da əlavə edirəm. Ağlı sarılı. Ətri super. İndi isə keçirəm. Əllə çalmağa bu bizə lazım deyil. Tökürəm süt, 1 armudu stakan, duru yağ, birinci 1 stakanı, vanil, kabartma, rengi de qəşəngdir, sarımtıl, 1 stakan qalmışdı un, onu da əlavə edirəm. Baxın, bu şəkildə olmalıdır, belə. Eğer lazım olsa istəsəz biraz da un əlavə edin. Amma 2 stakan tam bəs edir. Qaçdırdım yaxşıca. İndi isə listə tökürəm. Listindəki yağlamışam. Hamısını tökdüm qəşəng qaba. Qabanı aparam sobaya. Sobanı qabaqcadan isti eləmişdim. 180 dərəcədə 25-30 dəqiqəyə inşallah hazır olacaq. Axırda da hazır olandan sonra bizə bir apelsini soku lazımdır üzərinə tökmək üçün. Apelsin piroqum hazır oldu. Ətri bütün evi bürüyüb, yəni deyər. Məsləhət görərdim. Baxın, qəşəng, yumuşaqdır. Qubqa kimindir, süngər kimindir. Biraz ilıqdır. İndi kəsəcəm, dadına baxarıq. Maşallah. Qaynardı. Bu şəkildə. Dediğim kimi sünger kimindir, yumuşaqdır. Yani portakalın ətri super. Super. Çok super. Hələ isti-istidir. Bu qalıb soysa vəbşə dəhşət olacaq.